Lənkəranın aşağı nüvədi Kənarmeşə yolu, aşağı nüvədi Viyən yolu, Kərgəlan-Talışlı yolu, Haftoni-Ləş və Haftoni-Xanlıqlı yollarından istifadə edən sakinlər aidiyyatı qurumlardan kömək istəyir. Uzun illərdir bu yolların təmir olunmaması ucbatından asfalt örtüklər tamamilə sıradan çıxıb, iri çalalar yaranıb. Bu da həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətini ciddi şəkildə çətinləşdirir. Lənkəranın Haftoni, Ləş, Havzova, İstisu, Viyən, Kənarmeşə, Viravul, Xarxatan kimi yaşayış məntəqələrində də avtomobil yolları uzun illərdir təmir olunmur. Bu vəziyyət həm piyadalar, həm də nəqliyyat vasitələri üçün ciddi çətinlik yaradır. Sakinlər deyir ki, dağılmış yollar səbəbindən marşrut avtobuslarının hərəkətində tez-tez ləngimələr yaranır. Sürücülər isə mütəmadi olaraq avtomobillərinin ehtiyat hissələrini dəyişmək məcburiyyətində qalırlar. 2200-dən artıq əhalisi olan Ləş kəndinin sakinləri bildirir ki, yolların yararsız hala düşməsi nəqliyyatın hərəkətini, təcili yardım və digər xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə çətinləşdirir. 60-cı ildən elə bu yol belədir. Millət düzəldir, xaraba olur, düzəldir, xaraba olur. Bu ahali özü şibenka tökür, beton tökürlər, düzəldirlər, balaca yine dağılır. Bu yol nə deyəm, 1 kilometr döyür, 1 kilometr döyür. Düzəlmir. Taksi zakaz eləyirik, taksi deyir, ay yox. Əgər 5 manatlıq yoldursa, taksi deyir, 8 manat ver. O, nəyə görə? O da deyir ki, yol xarabdır, yol pisdir. Beton, şibenka tökürük, imkan olanda öz cibimizin hesabına müntəzəm olaraq bazı yerləri təmir eləyirik. Onun heç bir faydası, xeyri yoxdur. 30 ildir bu yola görə biz müraciət edirik, 30 ildən çoxdur. Bu yola belə baxmayın, biraz düzəlir. Burada kəndin cavanları pul yığır, şeben tökürlər falan, yoxsa marşrut səhər gəlir, günortaya sınır. Bu olmasa, onu uşaqlar düzəldirlər ki, bir təhər bu kəndə marşrut işləsin. Taksi çağırırsan, taksi deyir, Ləşə gəlmirəm, Ləş kəndinə gəlmirəm mən. Lənkəran rayonunun Viyən kəndində də yol problemi uzun müddətdir həll olunmur. Bu da şagirdlərin məktəbə gediş-gəlişini, eləcə də marşrutların fəaliyyətini çətinləşdirir. Əhali aidiyyatı qurumlardan yolların təmir olunmasını və normal vəziyyətə gətirilməsini xahiş edir. Bütün bu kəndlərin içində ən pis vəziyyətdə olan Viyən kəndinin yoludur. Ona görə də xahiş edirəm imkan daxilində mümkündürsə köməkli eləsinlər, bir yolumuzu düzəltsinlər. Sözü gedən kəndlərin sakinləri deyir ki, dəfələrlə cavabdeh qurumlara müraciət etsələr də problem öz həllini tapmayıb. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Məlumat üçün bildirim ki, Lənkəran rayonunda adı çəkilən yollardan yalnız aşağı nüvədi Kənarmeşə, Kərgəlan Haftani Avtomobil Yolları Agentliyinin balansındadır. Qeyd edim ki, həmin avtomobil yollarında sel suları nəticəsində müəyyən qüsurlar yaranmışdı. Həmin problemlərdən qaldırılması istiqamətində yaxın günlərdə agentliyimiz tərəfindən tədbirlər həyata keçiriləcək. Digər avtomobil yolları isə agentliyimizin balansında deyil. Ümid eləyirik ki, illərdir təmir olunmağı gözləyən kənd yolları diqqətdən kənarda qalmayacaq. Sakinlərin uzun illərdir davam edən yol problemi tarixə qovuşacaq.